Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızdan minnətdarıq. Xoş gördük hər birinizi. Bugün Yasamalda Mida Yasamal yaşayış kompleksindəyik. Burada sizlərə qanuni 3 otaq tam əşyalı bir mənzil təqdim edəcəm. Mənzilimiz 12 mərtəbəli yeni tikili binanın 10-cu mərtəbəsində yerləşir. 90 kvadrat ümumi sahəsi var. Keçək mənzilin daxili hissəsi ilə tanış olaq. Daxil oluruq mənzilə. Gördüyünüz kimi burada mənzilin giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayıb. Bütün otaqların giriş hissəsi dəhlizləndir. Giriş hissəni gördünüz. Burada birinci yataq otağımız yerləşir. Tualet otağı, hamam otağı, başda qonaq otağı, sol tərəfdə mənzilin ikinci yataq otağı və mətbəx hissəmiz isə burada yerləşməkdədir. İlk öncə qonaq otağını sizlərə göstərim. Qeyd edeyim, mənzildə gördüyünüz bütün əşyalar hamısı qiymətə daxildir. Qalacaq qiymət haqqında da videonun sonunda məlumat verəcəm. Hal-hazırda mənzilin qonaq otağı hissəsində görürsünüz. Bu formadadır, kifayət qədər genişdir. Mənzilimiz təmirli, səliqəli bir mənzildir. Burada gördüyünüz bütün əşyalar qalacaq, həmçinin digər otaqlarda da. Burada birinci yataq otağımız yerləşir. Gün düşən, işıqlı bir mənzildir. Mənzilin qarşısı açıqdır, heç bir maneə kəsmir. İstilik sistemi kombidir. Kombi radiatorlarda otaqlarda yerləşdirilmiş şəkildədir. Döşəmə laminatdır. Burada mənzilin hamam otağı yerləşir. Görürsünüz, bu formadadır, boydadır və duş kabinada yerləşdirilib. Həmçinin paltoryan da bura qoyulmuşdur. Daha sonra keçək mənzilin mətbəx hissəsinə. Görürsünüz, mətbəximiz də olduqca geniş sahəyə malikdir. Mətbəx mebeli də sol tərəfdə yığılıb. Həmçinin gördüyünüz bütün elektronik avadanlıqlar da mənzildə qalacaq. Burada eyvan hissə yerləşir. Daha sonra tualet otağını sizlərə göstərim. Bu formadadır, görürsünüz. Kifayət qədər genişdir. Giriş hissəni gördünüz və burada isə mənzilin 3-cü yataq otağı yerləşir. Bu otağımız da genişdir və qarşısında eyvan yerləşir. Mənzildə ümumi olaraq 2 eyvan mövcuddur. Mənzil haqqında bir daha ümumi məlumat verim. Mənzilimiz yerləşir Yasamalda, Asan xidmətin arxasında Mida Yasamal yaşayış kompleksində yerləşir. Burada 12 mərtəbəli yeni tikili binanın 10-cu mərtəbəsində qanuni 3 otaqdır. Sənədlər tam qaydasında, kupça çıxarış mövcuddur. Əldədir, 90 kvadrat ümumi sahəsi var mənzilin, qanuni 3 otaqdır. Bütün əşya və texnikalarla birlikdə satılır. Mənzilin qiyməti 215 min manat. Start qiyməti real alıcıya mənzilə baxdıqdan sonra indirim olunacaqdır. Ətraflı məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlayın. Bizə dəstək olmaq üçün videonu like edib və rəy yazmağınızı da unutmayın. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkür.